Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi insan resursları sahəsində çalışan mütəxəssislər üçün təlim təşkil edib. Mərkəzin süni intellekt savadlılığı proqramı çərçivəsində keçirilən HR-lar üçün süni zəka adlı təlimdə müxtəlif dövlət və özəl qurumlardan 100 insan resursları sahəsində çalışan şəxs iştirak edib. Sizə söz verdiyim insan resursları üçün süni zəka təlimi baş tutdu. Hal-hazırda 100 nəfərə yaxın HR eksperti təlimdə uğurla iştirak edirlər. Tədbir Asan İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrailovanın açılış nitqi ilə başlayıb. İştirakçılara mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Təlim, avtomobil və müdafiə sənayesi, kənd təsərrüfatı və retail sektorlarında 15 illik tədqiqat, inkişaf, innovasiya və texnologiya idarəçiliyi təcrübəsinə malik ekspert Gül Aktaş Kuş tərəfindən təqdim edilib. Bugün Asan İnovatif İnkişaf Merkezi'nde HR'ler için yapay zeka eğitimi verdik. Eğitimde yapay zekanın insan kaynaklarında kullanım alanları, süreç tasarımı, süreç analizi, yol haritalarının belirlenmesi ve yapay zeka teknolojilerinden bahsettik. Proqram müddətində iştirakçılar insan resursları proseslərində süni zəkanın rolu, rəqəmsal transformasiya, proseslərin avtomatlaşdırılması və HR funksiyalarının yenidən dizaynı istiqamətində nəzəri və praktiki biliklər əldə ediblər. Gördüyünüz kimi qrup işləri yekunlaşıb, hər kəs prosesdədir. Təlimin proqramı süni zəkanın insan resursları sahəsinə təsiri, dəyişən HR ekosistemi, praktiki proses analizi və yenidən dizayn üzrə workshoplar, eləcə də təşkilat daxilində süni zəka yol xəritəsinin qurulması modullarından ibarət olub. Yeni terminlər, yeni ifadələr öyrəndik. Mən düşünürəm ki, bu öyrəndiklərim mənə işim üçün çox faydalı olacaq. Çünki nəzərə alsaq ki, mən regionda yaşayıram və regionda olan insanların, istər bu işi götürənlər olsun, istər işçilər olsun, onlar üçün çox böyük yenilikdir bu. Bu təlimdə biz yeni süni intellekt həlləri, qarşıya çıxan problemlər, onların həll üsulları, innovativ yanaşmalar, müasir dövrün tələbləri barədə çox dəyərli biliklər, məlumatlar əldə etdik. Ümid edirik ki, bu məlumatlar bizim gələcək karyeramızda çox böyük irəliləyişə səbəb olacaq, qarşıya çıxacaq problemlərin effektiv həllində və eyni zamanda daha yuxarı səviyyələrdə karyera inkişaflarımızda çox böyük dəstək olacaqdır. Çox pozitiv fikirlərlə ayrılıram təlimdə və bütün iştirakçılara uğurlar arzulayıram. Ümid edirəm ki, insan kapitalına dəyər verərək süni intellektdən istifadə edəcəyik. İştirakçılar təlimin sonunda süni zəkanı öz təşkilatlarında strateji alət kimi tətbiq etmə bacarıqlarına yiyələniblər. Workshopların keçirilməsi daha, belə deyək, məqsədə uyğun oldu. Çünki workshopların keçirilməsində biz iştirakçılar bir yerdə verilən sualların müzakirəsinə qatıldıq və bir-birimizdən də yeni məlumatlarla bölüşdük. Süni zəkanın insan resurslarının müxtəlif segmentlərinə tətbiqi ilə bağlı əsas alətlərlə biz tanış olduq və gələcəkdə sabah, məsəl üçün biz işə gedəndə bunları necə tətbiq edəcəyik, bunlar haqqında ətraflı məlumatlar aldıq. Ümumi proqram çox maraqlı və əyləncəli keçdi. Bir növ interaktiv üsullardan da istifadə elədik. Müxtəlif növ planlar, case studylər, həmin case studylərin həlləri, ümumi süni zəkanın insan resurslarındakı böyük rolu barədə müxtəlif fikirlər ifadə elədi. Burada həm həmkarlarla ünsiyyət qurdum, networking alətindən istifadə etdim. Həmçinin süni intellektin müxtəlif toollarından istifadə edərək öz işimizi necə optimallaşdırmaq lazımdır və vaxta necə səmərəli qənaət etmək lazımdır. Bunları öyrənərək ayrılıram bu təlimdən. Tədbir çərçivəsində Atəşgah Sığorta Şirkətinin nümayəndəsi də çıxış edərək müasir iş mühitində sığortanın əhəmiyyəti və risklərin idarə olunması barədə məlumat verib. Bugün bizim tədbirimizdə 100-ə yaxın HR mütəxəssisləri iştirak edir və düşünürəm ki, bu sadəcə onlar üçün yox, gələcək nəsillərin də maariflənməsi üçün və gələcək gözəl həyatın qurması üçün böyük bir töhfə verəcək. Təlim, iştirakçıların sertifikatlarla təltif edilməsi və hədiyyələrin təqdim olunması ilə yekunlaşıb. Növbəti təlimlərdə iştirak etmək üçün Asan İnnovativ İnkişaf Mərkəzinin sosial şəbəkələrini izləyin. Gələn təlimdə görüşənədək.